Azərbaycan, Türkiyə və Pakistan qardaşlıq və dostluğun simvolu. Azərbaycan, Türkiyə və Pakistan tarix, din, mədəniyyət və ortaq dəyərlərlə bir-birinə bağlı olan üç dost və qardaş ölkədir. Bu üçlüyün dostluğu təkcə sözlə deyil, həm də əməl və dəstək üzərində qurulur. Onların münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə nümunə göstərilən bir əməkdaşlıq modelinə çevrilir. Türkiyə və Pakistan Azərbaycan xalqının ən çətin günlərində onun yanında olublar. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri məhz Türkiyə olub. Pakistan isə Ermənistanı bu günə qədər dövlət kimi tanımayan yeganə müsəlman ölkədir. Bu, Pakistan xalqının və dövlətinin Azərbaycan xalqına olan dərin hörmət və həmrəyliyinin bariz nümunəsidir. Qardaşlıq üçbucağı, Türk, Azərbaycan və Pakistan birliyi. Bu üç ölkə arasında münasibətlər sadəcə diplomatik əlaqələrlə məhdudlaşmır. Onların dostluğu dərin mənəvi köklərə, İslam həmrəyliyinə, ortaq tarixə və bir-birinə qarşı sarsılmaz etimada əsaslanır. Bir millət, üç dövlət ifadəsi bu birlik ruhunun ən gözəl ifadəsidir. Zəfər və dəstək rəmzi 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstək xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılandı. Qələbədən sonra hər üç ölkənin bayraqlarının birlikdə dalğalanması bu dostluğun rəmzinə çevrildi. Azərbaycan, Türkiyə və Pakistan mütəmadi olaraq birgə hərbi təlimlər, strateji görüşlər və iqtisadi əməkdaşlıq layihələri həyata keçirirlər. Üç qardaş hərbi təlimləri regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın göstəricisidir. Bu dostluq yalnız bugünün deyil, həm də gələcəyin təminatıdır. Üç ölkə birlikdə regional sabitliyə, enerji təhlükəsizliyinə və iqtisadi tərəqqiyə töhfə verir. Gənc nəsillər arasında mədəni mübadilələr, təhsil layihələri və elm sahəsində əməkdaşlıq bu qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan, Türkiyə və Pakistan dostluğu, səmimiyyət, etimad və ortaq dəyərlər üzərində qurulmuş bir birlikdir. Bu dostluq yalnız ölkələrimizin deyil, bütün İslam dünyasının güc və həmrəylik nümunəsidir.